Görünüşümdən dindara bənzəyirəm. Üzüklərim yerində, təsbihim, araqçınım, köynəyim. Bəzən biz zəruri şeyləri təfərrüatla çox qarışdırırıq. Bir gün Peyğəmbər salavatullah Həzrət Əli əleyhissalama demişdi. Ya Əli, sən insanların fəzilətli, müstəhəb işlərlə məşğul olduğunu gördükdə, sən də vacib işləri yerinə yetirməklə məşğul ol. Quranın bir neçə ayəsini oxuyaq. Gəlin mən sizin Rəbbinizin sizə nələri haram etdiyini tilavət edin. Ona heç bir şeyi şərik qoşmayın. Valideynlərə yaxşılıq edin. Yoxsulluq qorxusundan övladlarınızı qətlə yetirməyin. Biz sizə də, onlara da ruzi veririk. Pozğun işlərə istər aşkar olsun, istər də gizli yaxınlaşmayın. Allahın möhtərəm saydığı kəsi öldürməyin. Haqq əsasında olması isə istisnadır. Bu ayrı məsələdir. Rəbbiniz bunları sizə tapşırır ki, bəlkə ağlınızı işlədəsiniz. Yetimin malına o həddi buluğa çatana qədər ən gözəl tərz istisna olmaqla yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç kəsi taqətindən artıq yükləmərik. Yəni ona dözümündən artıq vəzifə vermərik. Danışdıqda yaxınlarınız olsa belə ədalətli olun. Allahın da əhdinə vəfalı olun. Allah bunları sizə tapşırıb ki, bəlkə özünüzə gələsiniz. Bu mənim düz yolumdur. Ona tabe olun. Başqa yolların ardınca düşməyin. Yoxsa sizi Allahın yolundan ayırıb çəkər. Allah bunları sizə tapşırıb ki, bəlkə təqvalı olasınız. Sizi and verirəm Allaha. Dünyanın hansı yerində Allahın bu qanunlarını bildirsəz, görərsiniz ki, bütün bunlar insanın fitrəti ilə və vicdanı ilə düz gəlir. Bu bir neçə əmr və qadağalara bəşəriyyət əməl eləsə sizcə nə olar? Dünyamız gülüstana çevrilər. Amma biz nələri qoyub nəyin söhbətini edirik?